Salam əziz və dəyərli şagirdlər. Deməli, 9-cu siniflər üçün tam cəbri ifadələrin izahına baxaq. Birinci sualdan başlayaq. Hansı bir həddinin qüvvəti ən böyükdür? Qüvvəti tapmaq üçün deməli, dəyişənlərin üzərindəki ədədləri saymaq lazımdır. Yəni, belə deyək ki, dəyişənlərin sayını tapsaq, biz qüvvəti hansının böyük, hansının kiçik olduğunu görə bilərik. Birinciyə baxaq. A variantında deməli, x 2 dənə, y 8 dənə, cəmi olur 10 dənə. D variantında x-dan 6 dənə, y-dən 7 dənə, toplam olur 13 dənə. B variantında x 2 dənə, y 5, seçim üstündə 1 var. Yəni, üstündə heç nə yoxsa o 0 sayılmır uşaqlar. Üstü 1 sayılır, toplasaq 8. X-dan 1, 9, y 3 seçim var. Cəmləsək 13, 8 x-im, 7 y-im var, cəmləsək 15. Ümumi cəmlərə baxanda görürük ki, qüvvəti ən böyük olan 15 C variantıdır. Ən kiçik də deyəndə yenə də A variantında 7, 1B, 8C, toplam 16, 5A, 8C, 13, 6A, 9B, 15, 8A, 2C, 10, 9A, 1B, 1C, toplam 11. Ən kiçik 10 Y variantı. Sonra üçüncü, bizə deyir ki, bu ifadəni çox hədliyə çevirin. Ümumiyyətlə, bu ifadəni görəndə biz müxtəsər vurma düsturlarını bilməliyik. Bunu işləmək üçün üçüncü. Müxtəsər vurma düsturunu əvvəlcə qeyd edək. A üstəgəlsin B-nin kvadratı bizə verir A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı. İndi bu ifadəni açaq. Mənfi x üstəgəl 4-ün kvadratı. Birinci həddin kvadratı, yəni mənfi x-in kvadratı üstəgəl 2 vurulsun AB, yəni mənfi x-a vurmalıyıq. Bir də B-yə, yəni 4-ə vurmalıyıq. Plus bir də 4-ün kvadratı. Bərabər. Mənfi x-in kvadratı kvadrat cüt ədəd olduğuna görə müsbət x-in kvadratı olur. 2-ni 4-ə vuranda 8, mənfi x-a da vurduğumuza görə çıx 8x üstəgəl 16. X kvadratı çıx 8x üstəgəl 16 olacaq C variantı. Sonra keçirik növbəti 4-cü suala. 4-cü sualda A üstü 8 bərabər 9. Bəs A üstü 16-nın qiymətini bizdən soruşur. A üstü 16-nı uşaqlar biz belə yaza bilərik. A üstündə belə eləyək ki, bu 8-dən orada istifadə olunsun. A üstündə 8 mörtəzəyə alaraq üstündə 2. Yəni 8-i yenidən 2-yə vuranda 16 şəklində göstərmək olur. A üstü 8 vur 2 kimi yazandan sonra A üstü 8-in yerinə 9 yazaram. Üstündə də kvadrat var. 9-un da kvadratı eləyir 81. Cavabımız olur C variantı. Eyni elə 5-i elə işləyəcəksiniz. 6. Hansı münasibət doğrudur? Burada A variantını yoxlayaq. 3 üstü 5 vur 8 üstü 5. Uşaqlar, əgər üstlər eynidirsə, üstü mötərizə xaricində yazırıq. İçəridə 3 vur 8 yazandan sonra belə bir ifadə alınır. 24 üstü 5. Bizə 24 üstü 10 alıb səhvdir. B variantı. 3 üstü 4 üstündə 7. Mötərizə üstündə olan qüvvətlər vurulur. 4-ü 7-yə vuraram. Eləyər 3 üstü 28. Bu isə 10 toplayıb. C variantı. Böləndə üstlər çıxılır. Yəni 3 üstü 20 çıx 5 yazmalıydı. 3 üstü 15 olmalıydı. Bu üstlərini bölüb səhvdir. Sonra Y variantına baxaq. 5 üstü 6 vur 5 üstü 3. Vuranda əsaslar eynidirsə uşaqlar üstlər toplanılır. Olur 5 üstü 9. Gəldi bir dənə D variantına.
7 üstü 9, daha doğrusu 9 üstü 7 bölünsün 9 üstü 7. Bu əslində belə alınmalıdır uşaqlar. Böləndə bir üçlər çıxılır. 7-dən 7 çıxanda eləyir 9 üstü 0. Amma burada yazıblar 7 üstü 0. Bu doğrudur. Niyə görə? Çünki ədədin üstü 0 1 verir. İstəyir 9 üstü 0 olsun, istəyir 7 üstü 0 olsun. Nəticə eynidirsə, demək ki, doğru bərabərlikdir. Burada nə götürəcəm? D variantı. 7 də eynisidir. 8-ə baxaq. Açıq B bərabər 2,2. 4 açıq 4B-ni hesablamaq lazımdır. Əvvəla bu ifadə 2 hədlidir. 2 hədlidə ortaq vuruq çıxardır uşaqlar. 4-ü çıxarsaq 4 vur. 4 A-nı 4-ə böləndə A qalır. Minus 4B-ni 4-ə böləndə isə B qalır. Deməli, hər ikisinin bölündüyü ortaq böləni çıxardırıq mötərizənin xaricinə. Sonra isə hər bir həddi ortaq çıxartdığımız ədədə bölüb yerdə qalan hissəsini mötərizənin içində yazırıq. Açıq B-ni də bizə 2,2 vermişdi. Gətirib mötərizənin yerinə qoysaq, onlar 4 vurulsun 2,2. O da eləyir 8,8. 9 eynisidir. Ona baxaq. Bir hədlinin qüvvətini tapaq. Aslında bunu şifadə edək. Qüvvət deyəndə dedik üstlərini toplayırıq. 3, 7, 10, 10, 3. Toplam verir bizə 13. 11. C bərabər 2 və deyir, bu ifadənin qiymətini tapın. Tapaq. 3C üstə gəl 2, 3 çıxılsın C. Burada sadə ifadə olduğuna görə vurub açıb sadələşdirməyə ehtiyac yoxdur. Elə 2-ni yerinə qoya bilərik. 3 vur 2, üstə gəl 2 vur, 3 çıx 2. 3-ü 2-yə vursaq 6, 3-dən 2 çıxanda 1. Burada da üstə gəlsin 2 vur 1 var. Olur 6 üstə gəl 2 bərabərdir 8. 12 təkrar sualdır. 13 x bərabərdir -1 olduqda ifadənin qiymətini hesablayın. Yerinə qoyaq. 3 vurulsun -1 üstü 6 minus 11 vurulsun -1 üstü 3 plus 9 vurulsun -1'in üstü 7. -1'in üstü 6 üst ədəd olduğuna görə bunu müsbətləşdirir, olur 3. -1'in üstü tək ədəd olduğuna görə mənfi qalır. -1'i də 11'ə vursaq, belə bunun üstə müsbət 1 alınır. Buradan -1 alınır. -1'i -11'ə vuranda müsbət 11 olur. Yenə burada 7 ədəd tək olduğuna görə burada mənfi çıxır. -1 9'a vuranda eləyir -9. 3 ilə 11 toplasaq 14, 9 çıxanda 5. Bu çox hədli ilə bir hədlinin qüvvətləri cəmini tapın. Bir də bizim bir hədlimiz var. Qüvvətlərin cəmini və qüvvət tapaq. Bu bir hədlinin qüvvətini tapmaq asandır. Çünki deyirdik ki, hərfləri toplayırıq. 2 üstə gəl 3. Bizə verəcək 5. Bunun qüvvəti 5'dir. Bəs çoxhədlinin qüvvətini tapmaq üçün neyini uşaqlar? Birinci mötərizənin içində görürük ki, çoxhədlidir. Çoxhədlinin qüvvəti onun ən çox olanıdır. Yəni burada məsələn birinci həddimizin qüvvəti 2'dir. İkinci həddimizdə A-dan bir dənə, B-dən bir dənə. Toplasaq qüvvət 2'dir. Üçüncü həddin qüvvəti isə 3'dür. Deməli, ən çox olan hansıdır burada? 3. Ona görə bu mötərizənin qüvvəti 3'dür. Vur. Bunu aşağıda yazmayaq. Belə yuxarısında göstərək. 3'ü burada mötərizə ümumi olaraq 3 qüvvət var. Vurulsun burada 2 A kubu var. Yəni 3 qüvvət də bizi çöldə gözləyir. 3 qüvvət də buradan almışam. Buradan da 3'lər toplanılır.
Yəni qüvvət olaraq 3 üstə 3, nereye bölüdə 6. 6 buradan tapdıq 5 buradan. Qüvvətlərin bir dənə nöqtəsi 6 üstə 5, yəni buradan saat səfərimizdə birinci yazan ifadəni bir basmağa dəymək. Vaxt etmişdən yol vermək. Demək ki, mötərizənin içində ən çox olan qüvvəti götürüb, çöldəki qüvvətlə toplayırsınız. 15 də eynisidir. 16'ya baxaq. 12 üstü 7 bölünsün 9'un kubu bu 2 üstü 10. Deməli, bu tip misallarda ədədlərin əsaslarını sadə vurğulara ayrılmış şəkildə göstərməliyik. Məsələn, 2 özü sadədir. 2 ilə işimiz yoxdur. 9 isə 9'u biz belə göstərə bilərik. 3'ün kvadratı üstündə 3. 9 özü 3'ün kvadratıdır. Üstündə də 3 var. Üstlər də vurulur, olur 3 üstü 6. Buraya yaza bilərik 3 üstü 6. Sonra 12'ni necə parçalayırıq? 12'ni 4 vur. 4 vur. Baxın 3 kimi parçalaya bilərik. Parçalayandan sonra üstündəki 7'ni hər birinə yazmalısınız. Çünki 7 12'nin qüvvətidirsə, onun vurğularının da qüvvəti olmalıdır. Bu 4'ün özünü də 2'nin, baxın burada yazıram, 2'nin kvadratı kimi yazıb, üstündə nə dayanıb? 7. Üstlər də vurulanda 2 üstü 14, vur 3 üstü 7, aşağıda 3 üstü 6, vur 2 üstü 12 yaza bilirik. Burada da 2 üstü 14'də birinci ikiləri baxaq. 2'dən 14 dənə yuxarıda var, 10 dənə aşağıda var. Böləndə üstlər çıxılır uşaqlar. Deməli, yəni yuxarıda 4 dənəsi qalır. 2'dən 4 dənəsi qalır. İndi 3'lərə baxaq. 3 üstü 7, bir də var 3 üstü 6. Böləndə üstlər çıxılır. Bir dənə 7'dən 6'sını çıxanda bir dənə 3 yuxarıda qalır. Vur 3. 2 üstü 4 16 verir. 3'e də vuranda 48 alınır. 16-cı sualda cavab Y variantı. 17 də eynisidir. 17 daha da sadədir. 18'e baxaq uşaqlar. 18. Demək, mənfi 6'nın kvadratı plus mənfi 1'in üstü 14 plus mənfi 4 üstündə 3. Demək uşaqlar, siz burada bir şey bilməlisiniz ki, mənfi 6'nın kvadratı ilə mənfi 6'nın kvadratı tamam başqa bir şeydir. Burada ikincidə mənfi də mötərizənin içində olduğuna görə kvadrat hər ikisini əhatəyə alır. Yəni hər ikisinə təsir edə bilir. Həm mənfiyə, həm də 6'ya olur müsbət 36. Çünki mənfinin üstünə cüt ədəd olanda o müsbət olur. Birincidə isə kvadrat yalnız 6'ya aiddir. Yəni ona təsir edə bilir. Mənfiyə təsir edə bilmir. Olur mənfi 36. Birinci misalda da mənfi 6'nın kvadratında mənfi ayrıdır. Sonra 6'nın kvadratı gəlir. 36. Üstəgəl, burada isə mənfi bir mötərizənin içində olduğuna görə 14 təsir edə bilir. 14 cüt ədəd olduğuna görə deməli, bu olur müsbət 1. Və burada yenə kubdur. Kub tək ədəd olduğuna görə mənfi işarə qalır. Və 4'ün də kubu eləyəcək 64. Deməli, mənfi 36 ilə mənfi 64 bizə verir mənfi 100. Üstünə 1 gələndə mənfi 99. Cavabımız olur A variantı. 19'dan da bir dənə işləyək. 19'u öyrənmək üçün, 19-20 tipli misallar işləmək üçün siz ədədin qüvvətlərini yaxşı bilməlisiniz ki, ədədi görən kimi tanıyasınız. Məsələn, yazılıb burada nə? Mənfi 3 üstü 6. Demək, biz birinci ona fikir verəcəyik ki, 6 cüt ədəddir, işarəni müsbət eləyəcək. Olacaq 3 üstü 6. Vur. 27 özü 3'ün kubudur. Üstündə də bir dənə 3 var. Bu belə. 81 3'ün üstü 4'dür. Üstündə də 2 var. 243 isə 3'ün üstü
5'dir. Yəni 3'ü 5 dəfə özünə vursanız 243'dür. Yəni burada hamısının əsası demək olar ki, eynidir. Ona görə işimiz rahat olacaq. Yazırıq belə 3 üstü 6 vur 3 üstü. Mötərizənin üstündəki ədədləri vursaq 3'ü 3'ə vuranda 9. Burada 3 üstü 4'ü 2'yə vursaq 8 və vur 3 üstü 5. Vuranda üstlər toplanılır. Çünki əsasımız eynidir. 6 ilə 9'u toplasaq 15. Aşağıda da 8 ilə 5 üstlərini toplasaq 13. Və böləndə də üstlər çıxıldığına görə 15-dən 13'ü çıxarıq. O da eləyər 3 üstü 2. 3 üstü 2 də bizə verir müsbət 9. Və cavabımız olur burada Y variantı. 20 də eynisidir. Burada bilməlisiniz ki 125 5'in kubudur. 25 5'in kvadratıdır. 625 ise 5'in üstü 4. Elə işləyəcəyiz. 21-ci sual. 21'də bizə deyir ki 2 ise bu yəni verilən mötərizələri sadələşdirməliyik. Sadələşdirmə də odur ki, yəni vurub açmalıyıq və islah olunanlar bir hədlər gedəcək. Yerdə qalan nəticəmiz bizim cavabımız olacaq. Burada nə edirik uşaqlar? Birinci 2s'ni həm s'yə vururuq, həm də 3'ə vururuq. Yəni 2 s'yə görüşəcək. Şimdi burada yadınızda qalsın ki, mötərizə qabağında minus varsa, bundan sonra vurub açdığımız ifadələri nə tapsaq, onların əksini götürməliyik. Məsələn, indi burada necə işləyəcək? 2s'ni bir dəfə s ilə görüşdürürük, bir dəfə də 5 ilə görüşdürürük. Onda olacaq 2s'ni s'yə vursaq 2s'nin kvadratı. İndi burada diqqətli olacağım. 2s'ni müsbət 5'ə vururam, eləyir 10s. Qabaqda da mənfi var deyə olur mənfi 10s. İndi isə uşaqlar mənfi 1'i həm s ilə, həm də 5 ilə görüşdürməliyik. Mənfi 1'i s'yə vuranda mənfi s eləyir. Qabağındakı mənfiyə təsir olur müsbət s. Mənfi 1'i 5'ə vuranda mənfi 5 eləyir. Qabağında da mənfi var deyə olur müsbət 5. Və bir də özündə burada çıx 5 də vardı misalda. Nələr gedir baxaq. 2s kvadratı 1'i müsbət 1'i mənfi getdi. 5'lərin 1'i müsbət 1'i mənfi getdi. Qaldı əlimizdə 6s ilə mənfi 10, 6s ilə müsbət s-ni toplayaq. Olsun 7s. Çıxırıq 10s-ni. 7s'dən də 10s çıxanda mənfi 3s. Deməli, burada da olacaq mənfi 3s A variantı 23 də eynisidir. Keçirik 24'ə. Ən böyüyü 2n-1 olan 3 ardıcıl tək ədədin cəmini tapın. Uşaqlar, ən böyüyü deyirsə sağda yazacaqsınız. Böyük yazırıq ki 2n-1'dir. Onda 3 ardıcıl deyirsə bir dənə burada yer ayrılır, bir dənə burada. 3 ədədimiz var. Ardıcıl tək ədəd deyir bizə uşaqlar. Tək ədədlər neçə artırdı? 2 artırdı. Necə? 2-1'dən 2 çıxacaq. 2-1'dən 2 çıxanda olur 2n-3. Mənfi 1'ə mənfi 2 olur mənfi 3. Bir də geriyə qayıtsam yenə 2 çıxaram. Deməli bizim daha doğrusu mən 24 imzalar. 24 ən böyük cəmiyyətlər. Və bu ədədlərin cəmi.
İndi biz böyütməliyik. Böyütmək üçün artırırıq. 2n plus, yəni bunun üstünə 2 gəlsə 2n plus 3 olar. Bunu 2 vahid artırsaq 2n plus 5 olar. Və bu ədədlərin bir cəmini tapın. Fərqi çox ədli şəkildə göstərin. Biz bu tip misalları üstündə hansı ki xətt var, onların təklik, onluq, yüzlük, mərtəbələ vahidlərini yazaraq açırıq. Təklik, onluq, yüzlük, təklik, onluq. Açaq. 100A üstəgəl 10B üstəgəl C. Çıx. Çıxmadan sonra gələn açıqlamalar hamısı çıx olacaq. Çünki mənfi o təsir edir. İndi 10B çıx A olar. Burada 10B'lər gedər. 100A'dan 1A çıxanda 99A üstəgəl C. 99A üstəgəl C bizim cavabımız olar. 26 eyni. 27-dən bayaq izah eləmişik. Bir dənə izah eləyək. Təkrar bu misalları öyrənənə qədər mütləq təkrar uşaq işləmək lazımdır. İşləməsəz baxmaqla öyrənmək olmaz. Deməli, necə işləyirik? Əvvəla qüvvət şəklində olanlara baxaq. Ya da belə sırayla gedək. 22 heç bir ədədin qüvvəti deyil, onu parçalayırıq. 11 vur 2 kimi yazırıq və hər birinin üstünə 4 yazmalıyıq. 8-i 2-nin kubu kimi yazarıq, üstündə də 4 var. 121-i 11-in kvadratı kimi yazarıq, üstündə də 2 var. 4-ü də 2-nin kvadratı kimi yazarıq, üstündə 6 var. Bərabərdir. 11 üstü 4, 2 üstü 4, 2 üstü 12, 11 üstü 4, 2 üstü 12. 2 üstü 12'lər gedir, 11 üstü 4'lər gedir, qalır 2 üstü 4. O da bizə verir 16. 28. Eynidir, 29'a baxaq. 29. İfadəni sadələşdirin. Deməli, birinci mötərizələrə baxırıq ki, bu sadəcə 2 hədlini 2 hədliyə vurmaqdır. Yenə də x-i bir dəfə x ilə görüşdürürük, bir dəfə 8 ilə. Mənfi 4-ü bir dəfə x-ə vururuq, bir dəfə yenə 8-ə. Və vurub açaq. X-i x-ə vursaq olur x-in kvadratı. X-i 8-ə vursaq plus 8x. Mənfi 4-ü x-ə vuranda mənfi 4x. Mütləq işarəyə fikir verin. Mənfi 4-ü müsbət 8-ə vuranda mənfi 32. Minus. İndi bunu açırıq. Bunu əslində açsaq, belə açmalıydıq. Birinci ifadələr. Birinci həddin kvadratı, x-in kvadratı. Əslində olmalıydı üstə gəlinsin 2AB. Mən sizdən olsam bu tip misallarda birinci kənarı altında açın. X kvadratı üstə gəl 2 vur 2 4. 4x-ə vursaq 4x. Üstə gəl 2-nin kvadratı 4. Bunu mötərizə şəklində yazın. Sonra mənfin təsiri etdəndə bütün işarələr dəyişiləcək. Çıx 4x, çıx 4. Yəni birdən ola bilər ki, şifahi eləyərsiniz, hansısa bir işarəni qaçıra bilərsiniz. Ən yaxşı yazıb görməkdir. Burada x kvadratları gedir. Müsbət 8x-dən 4x çıxanda qalır 4x. O 4x-dən mənfi 4x çıxanda qalır 0. Ona görə bunlar da islah gedir, sıfırlandıqlarına görə. Mənfi 32-dən də mənfi 4 bizə verir mənfi 36. Cavabımız olur Y variantı. 30-cu sual. Belə bir düsturumuz var. A minus B
Sonra birinci həddin kvadratı plus birinci minus isə ikinci gəlir plus A-nın B-yə hasili plus bir də B-nin kvadratı. Burada baxırıq ki, 2 hədlini 3 hədliyə vurulur. Bizim misalda da 2 hədli var, bir də 3 hədli var. 2 hədli 3 hədliyə vurma olanda bu düsturu, yəni göz qabağınıza gətirib xatırlayın. Çünki çox vaxt belə misallarda rahat şəkildə bu hansı düsturun açılışıdır? A kubu minus B kubu düsturun açılışıdır. Bizim də bu misalda elə bunu biz yazırıq A kubu minus B kubu. Bizim A'mız 2y-dir, B'miz isə 3x-dir. Yəni 2y-in kubundan çıxmalıyıq 3x-in kubunu. Olacaq 8y-in kubu çıx 27x-in kubu. Cavabımız olur B variantı. İstəsəz onu vurub açıla bilərsəm, o vaxt aparar. 31 də eynisidir. Sadəcə burada mötərizə toplamadır deyə. Baxın, fikir verin inşallah. 2 hədlimiz minusdursa, cavabımız da minus oldu. 2 hədlimiz plusdursa, cavabımızda plus olan götürəcəksiniz. O da olacaq Y variantı. 2x-in kubu 8x kub eləyir. 5y-in kubu 125y-in kubu edir. 32-ci sual. 32-də demək ki, vurub açmaq lazımdır. Baxaq. İstəyirsiniz belə eləyək, elə bu şəklin üstündə. Yığaq. 32-də belə eləyək. Deməli, birinci 2x-i 3x-a vuraq. Necə olacaq? 6x-in kvadratı. 2x-i 2y-a vuraq. Üstə gəl 4x, y. Mənfi 3y-i 3x-a vuraq. Minus 9x, y. Mənfi 3y-i müsbət 2y-a vuraq. Yenə mənfi 6 y-lərdən olacaq kvadratı. Üstə gəlsin. Y-i 6 y-a vuraq indi. Paylama qanununa görə. Bir dəfə y-i 5x-a vuracaq. Y-i 6 y-a vursaq 6 y-in kvadratı. Bir də mötərizədən qabaqki işarəyə mütləq fikir verin. Plus olduğuna görə rahat şəkildə işləyirik. Minus olsa işarələr dəyişəcəkdir. Və y-i bir də 5x-a vururuq. Plus 5x, y. Bir də əlavə plus y-imiz də var. Baxaq. Deməli, burada nələr gedə bilir? Burada gedə bilir 6 y kvadratları. 6 y kvadratları gedir. Müsbət mənfi olur. Sonra 4x y ilə 5x y toplayanda müsbət 9x edir. Burada mənfi 9x y var. Bunlar bir-birini sıfırlayacaq. Yerdə qalır 6x-in kvadratı, bir də plus y. Cavabımız olur D variantı. 33-də buna baxıb işləyə bilərsiniz. 100-ün kvadratı çox 98-in kvadratı. Düsturumuzu xatırlayaq. A kvadrat çox B kvadrat bərabərdir. A çox B vurulsun. A üstə gəl B. 100-ün kvadratı çox 98-in kvadratını belə yazacağım. Bir dəfə bunların çıxması A-nın B-nin. Bir dəfə də, yəni nəyin kvadratları varsa, həmin ədədlərin özlərini bir dəfə çıxıb, bir dəfə toplayırıq. Bərabərdir 2A-ya. 2 çıxan, 98 çıxanda 2 alınır, toplayanda 198 bərabər 2A-ya. Elə 2-lər buradan ixtisar gedir. A da bərabər 198 D variantı. 35. 35-də bizə deyir ki, A üstə gəl B 4-dürsə, aparıb bunları işləməliyik. Yaxşı, onda belə əvvəlcə açaq. Açmaq üçün yenə A-nı B-yə vururuq. A, B. A-nı 2-yə vururuq. Üstə gəl 2A. 2-ni B-yə vururuq. Üstə gəl 2B. 2-ni 2-yə vururuq. Üstə gəl 4. Minus. İndi burada. A-nı B-yə vururuq. AB. A-nı mənfi 2-yə vururuq. Mənfi 2A. Qabaqda da mənfi olduğuna görə olur plus 2A. Deməli, mütləq mötərizə qabağına fikir verin. Mənfi işarələr dəyişəcək.
Mənfi 2-ni B-yə vuranda mənfi 2B, işarə dəyişdi oldu, müsbət 2B. Mənfi 2-ni mənfi 2-yə vuranda müsbət 4 edir. Qabağındakı mənfiyə görə mənfi 4 yazırıq. Bərabərdir. Nələr islah gedir? Nələr islah gedir buradan? Baxaq görək. AB-lər gedir. 4-lər gedir. 2A-nı 2A-nı toplasaq 4A. 2B ilə 2B-ni toplasaq üstə gəl 4B. Buradan da 4-ü ortaq çıxartsaq mötərizədə qalar A üstə gəl B. Və bizə A üstə gəl B-ni də 4 verdiyinə görə aparıb yerinə qoyuruq. A üstə gəl B-nin yerinə 4 qoyanda 4 vur 4 bərabərdir 16. D variantı. 36-cı sual. Bu bir hədlinin dərəcəsi 11 olarsa, M-i tapın. Dərəcə deyəndə dedik hərflərin üstlərini toplayırıq. 2 ilə M üstə gəl 3 toplayacaq. Yəni 2 üstə gəl M üstə gəl 3 bərabərdir 11 olarsa, M üstə gəl 5-im 11, M bərabər 11-dən 5 çıxanda elə bizdə 6. Deməli ki, M-imiz 6-dır. 37, 38 eyni misallar tipləridir. 39-dan işlədik. 40-a baxaq. A üstü 4, üstündə 5, vur A üstü 12. Deyək ki, mötərizə olarsa üstlər vurulur. 4-ü 5-ə vursaq 20, vur A üstü 12 yazaq. Vuranda isə üstlər toplanılır. 20 ilə 12-ni toplasaq A üstü 32. 42. ABC-ni verib hesablamaq lazımdır. Hesablayaq. 3 vur. A-nın yerinə qoyuruq. Mənfi 4,2. Minus 5 vurulsun. 2,1. Mötərizəni bağlayırıq. Minus 6 vur. C-miz də 3. Bərabərdir. Birinci mötərizənin içini işləyək. 3-ü mənfi 4,2-yə vuranda mənfi 12,6. Çıx 5-i 2,1-ə vursaq 10,5. Minus 6-nı 3-ə vursaq 18. Baxırıq ki, uşaqlar hamısı mənfidir. Mənfi dərdləri hesablayanda mənfini yazırıq, özlərini toplayırıq. Toplayanda eləyəcək 40,41,1. Toplamağı bilməyən uşaqlar üçün belə yazaq. 12,6 plus tamın altına tam yazırıq. Bu vergülü pozmamaq şərti ilə 18-də tamın altına yazırıq. Bunun onluq hissəsi yoxdur. Burada vergül yazıb 0 atırıq. Boşluqlara 0 atırsınız. 6 ilə 5 topanda 11, 1 yadda. 2 ilə 8 topladı 10, o da 1 gəlir 11, yenə 1 yadda. 3 dənə 1 topladı 3, o da 1, 41. Və vergüldə sütun üzrə qoyuruq 41,1. Cavabımız olur D variantı. 44. A üstü 10 vur A üstü mənfi 2 böl A üstü mənfi 3. Birinci vurmaya baxaq. Vuranda üstlər toplanılır. 10 ilə mənfi 2-ni toplasaq eləyər müsbət 8. Bölünsün A üstü mənfi 3. Böləndə isə uşaqlar üstlər çıxılır. Yəni siz 8-dən çıxmalıydınız mənfi 3-ü. Mənfi ilə mənfi 9 qoşur, müsbət verir. Olur 8, üstəcə 3 olur. O da olur A üstü 11. Və bizə də ifadəni sadələşdirir. A üstü 11. 45-ci sual. Bir hədlinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Əvvəlcə bunu sadələşdirir, sonra sualımıza cavab verərik. Deməli uşaqlar, birinci baxırıq birinci mötərizədə. 3-ün kubudur. 3-ün kubu eləyəcək 27. A üstündə üstlər isə vurulur. 2-ni 3-ə vursaq A üstü 6. B-nin üstündə isə dedi, heç nə yoxsa bu 1 demək. 1 yazandan sonra 1-i 3-ə vursaq 3. Vur. İndi bu mötərizəni kvadrata yüksəldir. Birinci işarəni düzəldək. Kvadratdırsa işarə olacaq müsbət. 3-də 1-in kvadratı olacaq 9-da 1. A-nın üstünə 1 idi. 1-i 2-yə vursaq A üstü 2. B üstü 2-ni 2-yə vursaq eləyər 4. 9 ilə 27 sayı qədər 3 qalar.
3. Sonra a'ların üstlərini toplasaq 8 dənə a var. Olacaq a üstü 8 və b üstü 7. İndi mənə belə sual verir ki, qüvvət əmsaldan. Qüvvəti yazaq buradan. Qüvvəti üstlərinə baxırıq. 8 ilə 7-ni toplayırıq 15. Əmsalı isə qabaqda duran ədəddir 3-dür və deyir qüvvət əmsaldan neçə dəfə böyükdür? Neçə dəfə böyük, neçə dəfə kiçik deyəndə deməli biz ədədləri bölürük. Böyük kiçiyə bölürük. 15 3-ə bölsək deyərik ki 5 dəfə böyükdür. 5 dəfə böyükdür. Bu olur B variantı. 47-yə baxaq. 47-də bizə belə bir ifadə verilib. Deyir, aşağıdakılardan hansı tam ədəd deyil? Tam olmağını bilmək üçün əvvəla n-in hansı vurğulardan təşkil olunduğunu bilməliyik ki, baxaq görək ki, aşağıdakılarla bölünür ya yox. İndi biz bunu vuruq şəklindən ayırmaq üçün muxtəsər vurma düsturundan istifadə edəcəyik. 12 cüt ədəd olduğuna görə kvadratlar fərqi düsturundan, yəni a kvadrat minus b kvadratını düsturundan istifadə edib bunu biraz vurma kimi sadələşdirəcəm. İndi biz 2 üstü 12-ni 2 üstü 6-nın kvadratı kimi göstərə bilirik. 6 çünki 2-yə vuranda 12 eləyir. 1 isə uşaqlar çox yaxşı ədəddir. 1-in üstünə kvadrat yaza bilərik özümüzdən. Çünki 1-in kvadratı ilə 1 verir. Əgər kub düsturları olarsa 1-in üstünə kub da yazmaq olar. Amma indi bizə kvadrat lazım olduğuna görə belə ifadə edirik ki, deməli kvadratlar açanda 2 üstü 6 minus 1, bir dəfə çıxması, bir dəfə də toplamasını qeyd eləməliyik. 2 üstü 6 edir 64 minus 1, bir dəfə də yazırıq 64 plus 1. Alınır 63 vur 65. İndi deyir aşağıdakıdan hansı tam ədəd deyil? Eləsini seçməliyik ki, bu ədəd o ədədə bölünməsin. Bunun üçün vuruqları ayıranda daha yaxşı görmək olur. 63-ü 3-ə bölsək 21, 3-ə bölsək 7, 7-yə bölsək bitər. 65-i 5-ə bölsək 13, 13-ə bölsək burada bitər. Deməli 13. Vuruqlarımız 3, 3, 7, 5, 13-dür. Baxaq görə hansı vuruq burada yoxdursa ona deməli bölünməyəcək 11 ədədi. Çünki bunların içində 11 yoxdur deyə bölsək də ixtisara gedən ədədimiz 11 olmayacaq. Amma digərləri olacaq. Məsələn 21-dir. 3 vur 7 oradan ixtisar gedəcək. 13 özü var gedəcək. 45 olmaq üçün fikir verin 3 var, 3 var, 5 var. Bunları vuranda 45 eləyir gedəcək. 5-dəki görünür ki var. 8-də isə, daha doğrusu 48-də isə tərsinə hansı deyir tam ədəddir. Yəni bunlardan o olanı götürməlisiniz. Bunlardan da orada olan 13-dür. Demək ki onu götürərsiniz. Əslində digərlərinə fikir verin. Hamısı cüt ədəddir. Bizdə də cüt ədəd yoxdur axı. Hasildə gələk vuruqlardan bir cüt olar ki, o sonradan da cüt ədədə ixtisar gedər. Amma cüt ədədimiz yoxdur. 49-a baxaq. 49-da diqqətlə fikir versək görərik ki, eyni hədlərin bir dəfə çıxmasıdır, bir dəfə toplanmasıdır. Bu da müxtəsər vurma düsturunu bizə xatırladır. Bir çıxma, bir toplama bizə belə verəcək. Birinci həddin kvadratı çıx, ikinci həddin kvadratı. Bu da bizə verir x kvadratı minus 4. Düzdür uşaqlar? Vur, bir də yanında burada bunu da yazırıq. X kvadratı plus 4. Baxırıq ki, bu özü də yenidən eyni hədlərin bir dəfə fərqidir, bir dəfə cəmidir. Tezdən bunların da kvadratlarının fərqi yazırıq. Birinci həddin kvadratı çıx, ikinci həddin kvadratı. X üstü 4 minus 10. Daha doğrusu 16 yox. Üzrlü sayaq uşaqlar. Burada olacaq. 4'lü 4'ün kvadratı 16. X üstü 4 minus 16. Cevabımız olur C variantı. N'in nədir? 50'ni elə işləyəcəksiniz. 51 demişik. 52'yə baxaq. 52 deməli uşaqlar. Burada müxtəsər vurma düsturundan fərqin kvadratı açmalı. Burada bizə belə bir şey yazılır. 4A üstü 6 üstə gəl K üstə gəl M.
Və biz indi özümüz açaq. Yazırıq belə. Bunu açsaydıq nə alardıq? Birinci həddin, bax öyrəndim bir də təkrar. Birinci həddin kvadratı çıx. Yuxarıdakı 2 var inşallah bunu. 2-ni vurursunuz bir dəfə birinci həddən. Bir dəfə də ikinci həddən. Üstəgəl ikinci həddin kvadratı. Yəni 3b kvadratının kvadratı. İndi bunu yüksəldək. 2'nin kvadratı 4. A üstündə üstlər vurulur 6. Minus. 2 vur 2. 4. 4'də vursaq 3'ə 12. A üstü 3. B üstü 2. Plus 3'ün kvadratı 9. B üstü 2'ni 2'ye vursaq 4. Görünür ki birinci həddimiz onsuz vermişdi. İkinci həddimiz K'dır. Burada ikinci hədd. Bir tane de şeyə fikir verin inşallah. Bu müsbət K'dır. Görürsünüz işarəsi. Bu ise mənfidir. Demək cavabımız mənfi olacaq. K'mız bərabərdir. Mənfi 12 A kubu B'nin kvadratı. M ise müsbətdir. Burada M müsbətdir. Ona görə də M bərabərdir. 9 B üstü 4'dən. Baxırıq ki, harada var bu cavab? Mənfi 12 A kubu B kvadrat və 9 B üstü 4 cavab C variantı. 53-cü sualdan. 53'də bizə deyir ki, elə n tapın ki, bu bərabərlik eyniliyə çevrilsin. Eynilik yəni nə demək olar? Sağla solun cavabı eyni alınsın. Yəni yerinə qoyanda m-i mötərizə ilə toplayanda həmin o sağdakı cavabı ala bilək. Məsələn, mən desəm ki, m üstəgəlsin 3 bərabər 7. M-i tapmaq üçün biz nə edərik? 7'dən 3'ü çıxar. Düzdür? Bu da həmin ifadə kimidir də. M üstəgəl bu ifadəni verib mötərizənin. Və bu cavabı alıb. Deməli, biz toplanan cəm qaydasından istifadə edib məhsul toplananı tapacağıq. Yəni, mən M-i tapmaq üçün cəmlə, yəni sağ tərəfdən 2x kvadratı üstəgəl 6xy minus 2y-in kvadratını çıxmalıyam. Məlum toplananı. Yəni 3x kvadratı çıx 5xy plus 1'i biz sağa keçirik. Sağa keçəndə işarələr dəyişir. Olur minus 3x'in kvadratı plus 5xy bir də minus 1 olur. Bərabər. Baxa 2x kvadratına 3x kvadrat çıxanda olur mənfi x'in kvadratı. İkisindən 3'ün çıxsa bir dənəsi qalır. Sonra y kvadratı ilə minus 2y kvadratı qalır. Çünki başqa oxşar yoxdur. Oxşar həddi yoxdur. Və 6xy ilə də müsbət 5xy toplasaq plus 11xy bir də əlimizdə qalıb minus 1. Bu da bizdə olacaq 11. Baxırsınız işarələrə diqqət eləməlisiniz. Yenə 11'in qabağı müsbət. Qalanlar hamısı mənfidir. Ona görə cavab olur Y variantı. 55-ci sual. 55-ci sualda uşaqlar gərək ki, düsturları həm yaxşı əzbərləyəsiniz, həm də çox misal işləyəsiniz ki, gözünüzü öyrəşsin. Fikir verin, biz 6 çıx 2x-a A desək, 7 çıx 4x-a B desək, onda burada A-nın elə bir kvadratıdır, bu da B-nin nəyidir? Kvadratıdır. Çıx 2, həmən bu mötərizə A dediyimə görə 2A vur, bunu da B dediyimə görə B olur. Plus, bir də B-nin kvadratı. Bu da bizə hansı düsturu verir? A minus B-nin kvadratı düsturunu. Yəni, mən birinci mötərizədən, ikinci mötərizədən çıxıb nəyə yüksəltməliyim? Kvadrata. Demək, A nəyə demişdik? 6 çıx 2x-a. Siz bir dənə burada belə qeyd edək, təkrar. A-mız 6 çıx 2x-dir. B-miz isə 7 çıx 4x-dir. İfadəmiz isə yığılanda A çıx B-nin kvadratı formasında olmalıdır. A-nın yerinə 6 çıx 2x minus B-nin yerinə 7 çıx 4x yazmalıyam. Bu mənfi təsir edir. O 7 plus 4x kvadrat. Və burada altdan 7 çıxanda mənfi 1, mənfi 2x ilə plus 4x edir plus 2x kvadratı. Burada baxaraq ki, belə cavabı yoxdur. O zaman belə yaza bilərik. Yerlərini dəyişə bilərik.
birinci müsbət 2x yazarıq. Minus 1 yaza bilərik. Və yaxud da bunların yerini dəyişib 1-2x yaza bilərik. Çünki uşaqlar qüvvət cüt olanda içəridə yerlərini dəyişəndə mənfi olmur. Mənfi yaransa belə o kvadrat onu müsbətə çevirdiyinə görə biz onu rahat şəkildə yerini dəyişib və qabağı da mənfi atmadan deyə bilirik ki, bu eynilikdir. Cavabımız olur B variantı. 57-də A-ya 5 çıx 4x kimi baxacaqsınız. B-yə 2x plus 2 kimi. Məsələn, bir də onu da yazaq. Bu səfər diqqətlə fikir verin. Burada plus 2AB-dir. Bax, bu hissədə plusdur. Bayaqkında minus idi deyək. Biz minus 2AB-dən istifadə. İndi plusdur. Onda bu hansı üstün asılıdır? A plus B-nin kvadratı. Onda mən A-nın yerinə bu səfər nə yazmalıyım? 5 çıx 4x. B-nin yerinə isə 2x plus x. A-nın yerinə 5 çıx 4x plus B-nin yerinə isə 2x plus 2. Başında kvadrat. Baxaq, 5-dən 2-ni toplasaq 7, mənfi 4-lə 2x-in də bizə verir mənfi 2x. Başında da kvadrat. Bax belə, 7 çıx 2x-in kvadratı cavabımız olur D variantı. İndi gəldi yeni qəşəng bir misal var. 57-də bizə deyir ən böyük qiymətini tapın. Və ifadəmiz də kvadrat tənlikdir uşaqlar. Yenə ümumi burada məlumat verək. Deməli, ax kvadratı üstə gəlinsin bx üstə gəlinsin c bərabər 0 kvadrat tənliyi şəklində verilən ifadələrin ən böyük qiymət əbq, ən kiçik qiymət əkiq, yəni baş hərflərini deyirik, tapılması düsturu n bərabərdir 4ac minus b kvadratı bölünsün 4a-ya. Baxaq görək ən böyük qiymət tapılması üçün biz bu düsturdan necə istifadə edəcəyik. Və bizə belə verilib. Mənfi a kvadrat plus 5a üstə gəlinsin 1. Bizə lazımdır ABC-ni tapmaq ki, biz düsturu yerinə qoyub işləyə bilək. Bəs ABC nədir burada? A fikir verək, x kvadratın qabağında durandır. Bizdə x deyil, bizdə x-ların əvəzinə a-larla işləyiblər. A kvadratın qabağında mənfi durub. Yəni, ədəd də yoxdur deyə, bu mənfi 1 hesab olunur. Yəni, bizim düsturdakı a-mız, yəni bu səbəb buradakı a-dan getmir. Düsturdakı a əmsalından gedir. Mənfi 1-dir. A-nı tapmaq üçün həmişə kvadrat ifadənin qabağına baxırıq. A-mız mənfi 1-dir. B-miz kvadratsız olan x-in qabağındadır. Yəni, kvadratsız olan a-nın qabağındadır. B-miz müsbət 5-dir. C-miz isə sərbəst əddir. Yəni, bu dəqiqə bizdə müsbət 1-dir. Və mən gətirib bunları yerinə qoysam, hesablasam. N bərabərdir 4. A-nın yerinə mənfi 1. C-nin yerinə 1. Çıx B-nin kvadratı, 5-in kvadratı 25. Bölünsün 4a. A-mız yəni mənfi 1. Bərabərdir. 4-ü mənfi 1-ə vursaq, mənfi 4. Olar belə, mənfi 4 çıx 25 böl mənfi 4. O deyilər, mənfi 29 böl mənfi 4. Mənfini mənfiyə böləndə, deməli, bizdə alınacaq müsbət 7 tam 4-də qalıqda 1 qalacaq, 28 çıxandan sonra 7 tam 4-də 1 və yaxud da 7 tam 4-də 1-imizdə %25 deməkdir. 7 tam %25 yox, 7 tam %25 olacaq cavabımız B variantı. 58 də eynisidir. 58-də kömək üçün deyə bilərik ki, demək, A-sı 1-dir, B-si yenə baxaq ki 1-dir, C-si isə mənfi 6-dır. Qabağında demək, heç nə yoxdursa, o 1 sayılır. Yəni, bir dənə A-mız var. 59. İndi 57-dən 8-də bir şey edir. 57-də ən böyüyünü soruşurdu. 58-də ən kiçiyini. Mən də sizə gördünüz, qeyd edim. Ən böyük qiymət, ən kiçik qiymət hər ikisi də eyni düsturla hesablanır. Bu düsturu əzbərləyin. 4a çıx b kvadrat 4a. Yəni, n-in düsturunu
öyrənməlisiniz. Özünüz üçün bir dəftər tutsanız daha yaxşı olar ki, müəyyən misallar içindən çıxan qeydlər, düsturları, onları bir ardıcıllıq şəklində yazın ki, sınaqlara gedəndə təkrarlayıb gedəsiniz. 59-da baxaq. 3A çıx 2 5 üstəgəl 2A çıx 6A kvadratı minus 10 bərabər. Vurub atsaq, 3A-nı 5-ə vursaq, demək 15A, 3A-nı 2A-ya vursaq, üstəgəl 6A-nın kvadratı minus 2-ni 5-ə vursaq, özü mənfi 2-ni 5-ə vururuq, mənfi 10, mənfi 2-ni 2-yə vururuq, mənfi 4A. Minus mötərizəni açandan sonra qabaqda mənfi var deyə içəridəki işarə olacaq müsbət. Yəni mənfi 6A kvadratı üstəgəl 10 olacaq. Bərabərdir. Buradan mənfi 10 ilə 10 islah olunur. 6A kvadratı biri müsbət, biri mənfi islah olunur. Qalır 15A, bir də minus 4A qalır. 15-dən də 4-ünü çıxanda 11, müsbət 11A B variantı. 60-cı sual enisidir. Açmaq lazımdır. Açaq 60-ı da, çətin gələ bilər sizə. 60-cı sual. Deməli, birinci burada həmişə birinci ifadəyə A, ikinci həddə B kimi baxın. A çıx B-nin kvadratı var. O da bizə düstur kimi nə verir? Bir yazaq. A çıx B-nin kvadratı bizə verir A kvadratı çıx 2AB üstəgəl B-nin kvadratı. Digər mötərizə isə fikir verin. Eyni ədədlərin fərqi və cəmidir. Yəni A üstəgəl B, A çıx B bizə verəcək A kvadratı çıx B kvadratı. Yerinə yazsaq, A-nın kvadratı, yəni 3x-in kvadratı olacaq. Yazaq burada 3x-in kvadratı çıx 2 vurulsun 3x vur 2y-in kvadratı plus 2y kvadratının da kvadratı minus A kvadrat çıx B kvadrat. A-mız nədir uşaqlar? Burada da onu bilməlisiniz ki, fikir verin ki, kvadratların fərqi düsturunda A çıxmada duran birinci həddir, toplamada duran yox. Həmişə birinci çıxmaya fikir verin, yaxşı? Birinci olaraq bura fikir verəcəksiniz. Birinci burada 3x isə siz yazmalısınız 3x-in kvadratı çıx ikinci. B həmişə çıxmadan sonra duran, yəni azılan olan A-dır, çıxan olan B-dir. Toplamada çünki qarışdırırlar. Toplananların yerini dəyişmir, cəm dəyişmir deyə toplananlarla getmək olmaz. İndi burada 2y-in kvadratını da kvadratını yazacağım. Amma düstur budur. A kvadrat çıx B kvadratdır. Qabaqda da mənfi var uşaqlar. Bu işarə olacaq müsbət. Plus bir də 2 var. Getdi. 3x-in kvadratı açacaq. 9x-in kvadratı. Minus 2-ni 3-ə vurdıq. 6, o da 2-yə vurdıq. 12 x y-in kvadratı. Plus 2y-in kvadratı edir 4y üstü 4. Minus 3x-in kvadratı 9x-in kvadratı edir. Plus 2y kvadratın kvadratı 4y üstü 4 edir. Plus bir de 2'miz var. Yine görə nələr gedir buradan. 9x kvadratları getdi. Əlimizdə qaldı. 4y ilə 4x 4 toplamda əmsallarını toplayırıq. 4 ilə 4 toplayırıq 8. Y üstü 4 hərf olduğu kimi qalır. Çıxılsın 12 x y-in kvadratı qalıb. Bir də plus 2 qalıb. 8 y üstü 4 minus 12 x y kvadratı plus 2 cevap olur C variantı. 61 de bundandır. Bir dəfə bunların kvadratlar fərqini yazacaqsınız. Bunu da müxtəsərə görə açıb işləyəcəksiniz. 62 62-ci sualda bir açıda bilərsiniz uşaqlar. Belə bir düstur var. Fikir verin. A üstəcə A minus B'nin minus yazaq kubu bizə nə verir açılışında? A kubu minus
3a kvadratı b plus 3ab kvadratı minus b'nin kubu. Yəni iki hədlinin fərqinin kubunu açanda 1, 2, 3, 4 dənə hədd alınır. Və birinci axırıncı işarələrimiz mənfi olur. Fikir versək, biraz güclü olmalıdır. Əvvəla baxır ki 1, 2, 3, 4 həddim var. Burada 3 əmsalları da var, həmin bu düsturda. Və a plus 1'in də kubu var. Demək, birinci edə duran kub bizə həmin düsturumuzdakı a'nın kubunu verir. Yəni bu sanki bizim a rolumuz oynayır. Sonda duran 1 isə 1'in kubu ifadəsini ifadə edir və bu da b'nin yerində durub. Onda mən a çıx b deyəndə a'nın, bizim a'mız burada a plus 1'dir. B'miz isə dedik ki 1'dir. Onda a'nın yerinə a plus 1 yazsan, minus b'nin də yerinə 1 yazsan, kuba yüksəltsən, birlər islah olunanda qalar a başında kubu. Cavabımız olar Y variantı. 63-cü sual. Bizə deyir ki, 2x 3 a'dır, bu b'dir, bu da 0 olarsa AB hasilini tapın. Bizdən nəyi soruşur? Həmişə axıra baxın ki, AB hasilidir. A dediyimiz bu ifadədir. B dediyimiz isə bu ifadə. Bunları vuraq bir-birinə. 2x minus 3 vur 2x üstəgəl 3 bərabərdir. Bu da kvadratların fərqi düsturudur. Bir dəfə çıxması, bir dəfə toplaması. Yəni 2x'in kvadratından çıxması 3'ün kvadratı. O da eləyər 4x'in kvadratı çıx 9. Biz bunu hesablamalıyıq. Amma bizim x'imiz yoxdur. Burada verib ki 2x kvadrat çıx 3 bərabər 0. 2x kvadratını da mənfi 3 sağa çıxaq 3. X kvadratını tapmaq üçün 3'ü 2'yə neynəyərik? İnşallah bölərik. X kvadratın yerinə aparıb 2'də 3 yazarıq. Yazarıq 4 vurulsun 2'də 3 çıx 9. 2 ilə 4 gedər 2 qalar. 2 3'ə 6, 6'dan 9 çıxanda mənfi 3. Cavabımız oldu D variantı. 63'də. 64. İfadələri müqayisə edin. Birinci a'nı açaq. Görək a nə verir bizə? A'nı a'ya vursaq. A kvadratı. A'nı mənfi 9'a vursaq. Çıx 9a. 6'nı a'ya vursaq. Plus 6a. 6'nı mənfi 9'a vursaq. Mənfi 54. Bu bizə verdi belə bir ifadə. A kvadratı minus 3a. Çünki mənfi 9a ilə müsbət 6a mənfi 3a verir. Minus 54. İndi b'ni açaq. A'nı a'ya vurdaq. A kvadratı. A'nı 14'a vurdaq. Çıx mənfi 14a. 11'i a'ya vurdaq. Müsbət 11'i. Olur müsbət 11'a. 11'i mənfi 14'a vurdaq. Minus 154. Bərabərdir. Burada da oldu a kvadratı. 14 ilə 11 bizə verir 3a'nı. Və bir də minus 154. Bunlar necə müqayisə edirlər inşallah? Fikir verin. Bu hissələr onsuz da eynidir. A kvadrat çıx 3a, a kvadrat çıx 3a. Biz bu hissələrinə görə müqayisə edərik. Mənfi 54 böyükdür, yoxsa mənfi 154? Əlbəttə ki, mənfi 54. Deyəcək ki, mənfi 54 böyük olduğuna görə mənfi 154'dən. A da böyük nə olacaq? B olacaq. A böyükdür B'yə. C variantı. 65 eyni. 66. 66'da bizə görə nə verib? X çıx Y budur. Bu ifadənin qiymətini tapın. Deməli, biz başa düşməliyik ki, burada X çıx Y var. Bu X çıx Y-in yerinə nə qoyacağım? 0,9 üstəgəl 3'də 1. Burada isə uşaq Y çıx X yerini dəyişib. Biz dedik ki, yerini dəyişən zaman cüt qüvvət olanda olduğu kimi yazırıq. Yox, indi burada mötərizənin üstündə heç nə yoxdur. Yəni bir qüvvətdir, tək qüvvətdirsə, yerini dəyişəndə qabağına mənfi atmalıyıq. Yəni
x çıxı y-in 0,9-sa, y çıxı x-in yerinə mənfi 0,9 yazacaqsınız. Onda olacaq belə 0,9 0,9 3-ə böləndə eləyir mənfi 0,3, müsbətə dəyəndə mənfi 0,3 olur. 0,9-dan da 0,3 çıxanda 0,6. 0,6. 67-də isə burada 0,6 qoyacaqsınız bu öz yerində. Bəs burada nə edəcəksiniz? Yer dəyişmirsiniz. Sadəcə mənfini çölə çıxaranda x qalır uşaqlar. Mənfi çölə çıxdığına görə bu da olur müsbət y. Deməli, çölə mənfi çıxaranda içəridəki işarələr dəyişilir. Və burada 0,6 qoyub yenə də işləyəcəksiniz. Amma qabağında mənfi olacaq. Mənfi 0,6 kimi işləyəcəksiniz. 68. Demək, biz bunu işləməliyik. X çıx 5-in kvadratı çıx x vur 10 üstə gəl x-ə. Burada nə edirik? Əvvəl onu deyək ki, birinci mötərizəni açırıq. Müxtəsər modusuna görə 1-in x-in kvadratı çıx 2 vur 5 vur x eləyəcək 10x üstə gəl 5-in kvadratı 25 minus x-i ona vursaq 10x mənfi x səbəbindən x kvadrat eləyir. Əslində plus idi, amma qabaqda mənfi var deyə təsir olur çıx x-in kvadratı. Burada x kvadratlar islah oldu. Əlimizdə qaldı 25 çıxılsın. Mənfi olanı mənfi olan 20x. İndi yerinə qoyaq. 25 çıxılsın 20 vurulsun. X-in də yerinə mənfi 20-də 1 yazırıq. Mənfi 20-də 1. 20-lər ixtisara gedir. Qalır 25 çıx mənfi 1. O da eləyir 25 üstə gəl. Mənfi mənfi toqquşur. Olur müsbət 1. O da eləyir 26. Cavabımız olur 26. 69-da yenisidir. 70. Bu ifadənin qiymətini tapmalıyıq. Əvvəla bu ifadəyə baxırıq, bizə tanış gələn hissələrə baxırıq. Bu ifadə A 70-də. A üstə gəl B-nin kvadratıdır. Minus bu isə 7-ni ortaq çıxardırıq. Qabaqda fikir verin, mənfi var şu an. 7-ni çıxardandan sonra qalmalıydı əslində bu ikisindən. A çıx B qalmalıydı. Amma qabaqda mənfi var deyə olur plus B. Mənfidən sonra mötərizə açanda həmişə yadda qalsın ki, işarə içəri dəyişməlidir. Ki, vurub açanda tezdən həmin mənfiyə gəlmək üçün. Plus 1 bərabərdir. İndi o bizə verib A üstə gəl. Baxırıq ki, ifadəni yoxanda hər ikisini A üstə gəl B yarandı. İndi biz kənarda A üstə gəl B-ni toplayaq görə neçə eləyir? A ilə B-ni toplayaq. Yəni 4,13-də 5 ilə 2,13-də 8-i toplayaq. 4 ilə 2-ni toplayanda 6,13-də 5 ilə 8-i toplasaq 13. 13-ə 13-ə böldük 1. Burada 6 var idi 7. Yəni mən A plus B-nin yerinə 7 yazmalıyım. 7-nin kvadratı çıx 7 vur 7 üstə gəl 1. 7-nin kvadratı 49 çıx 7-ni 7-yə vursaq 49 üstə gəl 1. 49-a da belə gedir. Cavabımız olur 1. 71-lər çox güman ki, bunların fərqidir. Fərqi də olsa uşaqlar fikir verin. Bunları A ilə B-ni çıxanda 1,7-də 3 minus, bu da mənfidir, görürsünüz. Bu müsbət olacaq. Toplanılacaq 1,7-də 4. O da 2,7-də 7. O da 3 deməkdir. Yəni bir dəfə bunu yığıb 3 qoyacaqsınız. Bir dəfə burada 3 çıxarıb 3 qoyacaqsınız və hesablayacaqsınız. Keçir 72-yə. 8 üstü 5 üstə gəl 2 üstü 18. Böl 9 vur 4 üstü 6. Burada kəsr olanda ümumiyyətlə ixtisarlanmaq üçün görək ki, həm yuxarı, həm aşağı hasıl şəklində olar ki, biz onu ixtisar edək. Amma bizdə yuxarıda cəm var. O cəmi gətirməliyik hasıl şəklinə. Bunun üçün ortaq vuruq çıxartmalıyıq. 8-i əvvəl sadələşdirək. 8 2-nin kubudur.
Üstündə 5 var. Bu da nə deməkdir bizim üçün? Yaxşı, hələlik bunu yazaq. Hələlik bunu yazaq. Üstə gəlsin 2 üstü 18. Aşağıda isə 9-u belə yazarıq. 3-ün kvadratı 4-ün üstünün altını belə yazaq ki, 2 üstü 2 üstündə 6. Demək, burada olacaq 2 üstü 15. Üstə gəl 2 üstü 18. Böl. 3'ün kvadratı vur 2 üstü 12. Yuxarıda yenə də ixtisar problemi. Hələ ortaq çıxartmalıyıq. 215 var, bir də 218 var. Həmişə üstü kiçik olanı çıxardırıq uşaqlar. 215'i çıxarsaq. 215'i 215'e bölən 1. Üstə gəl. 218'i 215'e böləndə. Üstlər çıxılır, 2-dən 3 dənəsi qalır. 18'dən 15'ini çıxılır. Bölünsün 3'ün kvadratı vur 2 üstü 12. 2'nin kubu eləyir 8. 8'in üstünə 1 gəlsə o 9. Aslında bu 3'ün kvadratı da 9'dur. Bunlar gedir. Qalır 2 üstü 15 böl 2 üstü 12. Böləndə də üstlər çıxır. 15'dən 12 çıxanda 3. 2 üstü üstə bizə verir 8. Sonra 74. M1 və M2 bir hədlərinin cəminin dərəcəsi 18'dir. M1 ilə M2-ni biz toplasaq, dərəcələri 18'dir. Yəni, ümumi dərəcə çoxhədlilərin dərəcəsindən uşaqlar çox olanı götürürük. Yəni, ən çoxu 18'dir. M1 bir hədlinin dərəcəsi 6'dırsa, M2'nin dərəcəsini tapın. Deməli, bu 6'dırsa, biz də axı dərəcə olaraq çoxunu götürürük. Çoxa 18 deyibsə, onda M2'yə nə düşür? 18 düşür. Bunu belə də başa düşə bilər uşaqlar. M1'i demir ki, dərəcəsi 6'dır. X üstü 6 yazın. Plus. Fikirləşin ki, M2'də bir X üstü nəsə yazmalıyam. X üstü neçə olsa çoxhədlinin dərəcəsi 18 olar. Əlbəttə ki, 18 olsa. Çünki bu cəmdə çoxhədlidir. Çoxhədlidə dərəcədir. Çox olanı götürürük. Çox olanı 18 olar ki, mən 6-ın 18'dən 18 seçə biləm. Ümumiyyətlə, bunu yadda saxlayın ki, məsələn, M1 üstü 6 yazmışdı. Bir də M2 üstü 18 yazıb. Biz tutaq ki, 8 yazaq. Burada dərəcə, yəni qüvvət, yazaq, qüvvət çox olan da 8'dir. Həmçinin çıxmada da elədir uşaqlar. Yəni də çox ədlidir də, çünki 6, 8 isə qüvvət 8'dir. Vurmada isə deyir, üstlər toplanılır. Yəni, siz 6, 8 toplayıb dediniz, bunun dərəcəsi 14'dür. Bölmədə isə üstlər çıxılır. Tamam, M2'ni M1'ə bölək. Böləndə isə üstlər çıxılır. Yəni, 8'dən 6'nı çıxacaqsan, neçə deyəcəksən? Dərəcəm 2'dir, ya qüvvətim 2'dir. Fərq eləməz. 75. 75'e də x kvadratı çıx, y kvadratını tap. Əslində bunu 2 cür yolla eləmək olar. X ilə y kvadratlarını tapıb da çıxmaq olar. Amma bu üstüdə var. X minus y bir dəfə fərqi, bir dəfə də cəmi şəklində yazıb işləmək də olar. Yəni, x-imiz bizdə budur. Y-imiz də budur. Bir dəfə bunları çıxırıq. Yəni, 3 üstü 15 üstə gəl. 3 üstü mənfi 15'dən çıxaracam digərini. Digərini çıxanda işarəsi dəyişir, olur plus 3 üstü mənfi 15. Vur. Bir dəfə də bunları toplayırıq. Yəni, 3 üstü 15 üstə gəl 3 üstü mənfi 15 ilə toplayırıq. 3 üstü 15 minus 3 üstü mənfi 15'i. Burada nələr gedib baxaq görək. 3 üstü 15'lər gedir. Burada isə 3 üstü mənfi 15'lər gedir. 2 dənə əlimizdə qalıb. 2 vurulsun 3 üstü mənfi 15 vur. Bu bir mötərizədə 2 dənə 2 vur 3 üstü 15 qalıb. Yəni 2 qatı qədər qalıb. 2'ni 2'yə vursaq eləyər 4. 2'ni 2'yə vursaq 4. 3'ləri də belə yazaq. Vuranda üstlər toplanılır. Yəni mənfi 15 15 toplayacağım. 4 vurulsun 3 üstü. Mənfi 15 15'in cəmi 3 üstü 0. Ədədin üstü 0
1 verir. Yəni 3 üstü 0'a 1 yazsaq cavabımız olar 4. 77. Bir hədinin qüvvəti 13'dür. Dedik ki, bir hədinin qüvvəti hərflərinin üstlərini toplamalıyıq. X-in üstündə 1 var, 5 var, bir də n plus 1 var. Bunları toplasaq qüvvəti 13 almalıyıq. 1 üstəgəl 5 üstəgəl n plus 1 bizə 13 verməlidir. 1, 5, 6, bu da 7. N üstəgəl 7 13'dürsə, n tapmaq üçün 13'dən 7'sini çıxarıq. Deyək ki, n 6'dır. N 6 tapandan sonra deyir, get bu bir hədlinin qüvvətini tap. Bir hədlinin qüvvətini yazaq 2, B-dən bir dənədir. Bir də n minus 1'imiz var. Yəni, mən əslində belə tapmadım. 2 üstəgəl 1 üstəgəl n çıx 1. Bu birlər islah gedir, qalır 2 üstəgəl n. N də 6 tapmışam axı. 2'nin üstünə 6 gələndə dərəcəm eləyir 8. 79. 2 vur 7 üstü 26 çıx 5 vur 7 üstü 25 bölünsün 49 üstü 12. Yenə də yuxarıda çıxma var. Onu biz hasil şəklində göstərmək üçün ortaq vuraq çıxartmalıyıq. Ortaq 7'miz var. 7 üstü kiçik olanı çıxardırıq. 25'i çıxardırıq. Mötərizə qalır nə uşaqlar? 2 qalır. Birinizdən 2 qalır. Bir də 7'dən 26 nədir? Mən 25'ini götürdüm. Qaldı bir dənə 7 içərdə. Minus. İkincidə isə yalnız 5 qalır. Çünki 725 ilə 725 böləndə 1 edir. Bölünsün 49'u da belə yazaq. 7'nin kvadratı, bu 49 yazılır. 7'nin kvadratı üstündə nə var? 12 var. Oldu belə bir şey. 7 üstü 25. 7 üstü 25. Vurulsun. 2'nin 7'yə vuranda 14. 14'dən 5 çıxanda 9. Bölünsün 7 üstü 2'nin 12'yə vuranda 24. Bərabərdir. Deməli, aşağıda 24 dənə 7 var. Yuxarıda 25 dənə. Bunlar gedir. Bir dənə 7 yuxarıda qalır. Və bir 9 qalır. 7'ni 9'a vursaq 63. 80 bayaqkindəndir. Bunu yığacaqsınız. X üstəgəl y kvadratı kimi minus 4'ü çıxanda burada x plus y qalır. X-dən də y toplamı bizə verəcək. Deməli 5 oradan 5 tam 8'də 8. Bu da bizə 6 verəcək. Gətirib 6'nı yerinə qoyub hesablayacaqsınız. Olacaq 6'nın kvadratı minus 4 vur 6. 36'dan da 24 çıxanda eləyəcək 12. 81. Bir hədinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Əvvəla gəlin bu 0,4'ü kəsir kimi göstərək. 10'da 4. İxtisar eləsək 5'də 2. 5'də 2'nin kvadratını əvvəl tapaq. Çünki başında kvadrat durub. Eləyir 25'də 4. Vur. Üstləri vursaq x-in üstü 4. Y-in üstü 5'i 2'yə vursaq 10. Vur. 8'də 1 x-in üstü 2. Y-in üstü 4. Bu bir hədlinin qüvvəti əmsalından. Əvvəlcə bunları sadələşdirək, yəni standart şəkil gətirək. 4 ilə 8 gedir 2. Qalır 1 bölünsün 25'i 2'yə vursaq 50. Vur. X üstü 4 dənə burada var, 2 dənə burada. X üstü 6. Y üstü 10 burada var, 4 burada var, 14. Bərabərdir. Burada deməli bərabər yox, daha doğrusu belə yazaq. Əmsalımız 50'də 1'dir. Qüvvətimiz isə toplasaq 6'nın 14'ü 20'dir. Hansına deyib baxaq ki, qüvvət əmsaldan isə böyükdür. Onda 20'ni bölməli 50'də 1'ə. Bu da 20 vur. Buraya tərsini çevirir. 1'də 50'yə. Bu da bizə verir 1000.
Deməli 1000 dəfə qüvvət əmsaldan böyükdür. Burada yəni dərəcəsi 15-dir. Dərəcə deyəndə sayırıq. 5 burada var, n plus 2 burada var. Yəni 5 üstəgəlsin 82-də. 5 üstəgəlsin n üstəgəl 2 bərabərdir 15 verməlidir. Onda n üstəgəl 7-miz 15 isə n neçə olacaq bizdə? 8. 83. Baxaq. N-sidir 84. Bizə deyir ki, bu ifadanı kəsri ixtisar edin. 20 üstü n, 2 üstü 2n plus 1, bir də vur 5 üstü n minus 1 bərabər. Dediyimiz kimi bu tip misallarda sadə qruqlara ayırmalıyıq. Aşağısı sadədir 2 ilə 5-dir, 20-ni ayıraq. 20 nə deməkdir? Burada yazaq. 20 4 vur 5 deməkdir. O da 2 üstü 2 vur 5 deməkdir. Və bunun üstünə n var uşaqlar. Yəni mən 2 üstü 2-ni də n-ə vuracam. 5-i də n-ə vuracam. O olacaq 2 üstü 2n vur 5 üstü n. Böl aşağıdakılar yazsaq 2 üstü 2n plus 1 vur 5 n minus 1. Bəs bunu necə işləyəcək? Bunu işləmək üçün deməli deyirdik, böləndə üstlər 0 elə də yaza bilərsiniz. Və yaxud da uşaqlar nə edə bilərik? Baxırıq ki, 2-dən yuxarıda 2 üstü 2n dənədir. Burada 2n plus 1 dənədir. Aşağıda fikir verin, plus 1-dir deyə bir dənə aşağıda artıq qalır. Yəni aşağıda yazırsınız 2. 5-lərdən isə yuxarıda n dənədir, aşağıda n minus 1 dənədir. Yəni bir dənə də əksikdir. Yəni n-ləri silsək, qalır aşağıda 5 üstü mənfi 1 qalır. Burada 2 üstü müsbət 1 qalır, burada mənfi 1. Yuxarıda heç nə qalmır, yəni 1. İndi bu mənfi 1 ki var, ədədin üstü mənfi onun tərsidir axı. Mən 2 üstü 1 aşağıda yazıram. Bu 5 üstü mənfi 1-in müsbət olması üçün bunu yuxarı qaldırırım. 5 üstü müsbət qalır. Var 5 bölü 2 ödən yer 2,5. Başa düşməyən uşaqlar belə yaza bilərlər. Əvvəlcə 2 üçün yazırsınız. Bax, burada yazıram. 2-ləri bölürük. Böləndə üstlər çıxılır. Yəni 2n-lə çıxmalı söz aşağıdakı 2n plus 1 vur. 5-lər də həmçin. N-lə çıxmalı söz aşağıdan n çıx 1. Bu da 2 üstü 2n. Mötərizəni açanda çıx 2n çıx 1 qalır. Vur. 5-in üstündə n çıx n. Mötərizəni açında mənfi də plus 1 olur. Burada 2n-lər gedir, burada n-lər gedir. Qalır 2 üstü mənfi 1, vurulsun 5 üstü müsbət 1. Ədədin üstü mənfi 1-də onun tərsidir. 2-də 1-i vurur 5-ə. O deyil 2-də 5. O deyil 2,5. Başa düşməyənlər bu şəkildə yazmalıdır. Başa düşənlər elə baxır ki, yuxarıda 2 üstü 2n, aşağıda 2 üstü 2n var. Bir də sadəcə plus 1 artığı var. Ona görə plus 1 yazdıq 2-nin üstündə. Yəni sanki bax belə olur. 2n-lər gedir, plus 1 qalır. Burada n-lər gedir, mənfi 1 qalır. 5-in üstü mənfi 1. Ədədin üstü mənfi 1-dir. Onun dedik ki, tərsidir. 85. 85-də bizə tanış söz var. Ən kiçik qiymət ə2q. Baş hərflərini yazsaq ə2q. Burada həmçinidir. Elə düsturdur. Yəni ən kiçik qiymətin düsturda bizdə nə oldu? Təkrar yazaq. Ən kiçik qiymətin düsturu n bərabərdir. Təkrar işində adam yaddaşın daha yaxşı qalır. 4a-sı çıx. Kvadrat bölünsün 4a-ya. İndi biz bu ifadədə kvadrat tənliyi harada görürük? Mötərizənin içində. Bunun a-sı x kvadratın qabağına baxırıq. 1. B-si x-in qabağına baxırıq. Müsbət 10. C-si isə 29-dur. Birinci bunun n-ni tapaq. 4ac çıx b-nin kvadratı. Yəni onun kvadratı bölünsün 4a. 4-ü 29-a vursaq 80, 116.
6 çıx 100 bölünsün 4. Ödək 16 bölü 4 bərabərdir 4'e. 16 bölü 4 bərabər 4'e. Biz tapdıq bunu uşaqlar mötərizənin içi üçün ki, ən kiçik qiymətin 4'dür. Axı hələ bunun üstündə kvadrat da var. Deməli yazırıq nə? 4'ün kvadratı plus hələ 17 də var. 4'ün kvadratı 16 plus 17. Bu da bizə verəcək 33. Cavabımız olacaq 33. 86 da yenə eynisidir. 87 də eynisidir. 87'de de baxacağız. A'sı mənfi 2'dir. B'si müsbət 4'dür. C'si də müsbət 5'dir. Və yenə yerinə qoyub ən böyük qiymət isə eyni en düsturundan istifadə edəcəksiniz. Yazıram en düsturunu. 4AC çıx B kvadrat böl düstur önündə çalışın səsli deyin ki, həm də eşidin. 88 7 A üstü M B üstü 3N vur C. Bu bir hədlinin qüvvəti deyir 15'dir. Qüvvət tapmaq üçün biz nə edirdik? Yenə deyirik üstləri toplayırıq. M üstəgəl 3N üstəgəl 1 bizə verir 15. Burada görürük ki M üstəgəl 3N bizə verməlidir 15'dən 1 çıxanda 14. Və M-in hasilinin ən böyük qiymətini soruşur. Ən böyük qiymət. Deməli biz nə edə bilərik? Bura enə qiymət verə bilərik birinci. Çünki 3 qat olan odur. Çox olana həmişə başlayırıq qiymət verməyə uşaqlar. Enə qiymət verək. Enə 1 versək olacaq 3 üstəgəl M bərabərdir 14. Buradan da M bərabərdir 14'dən 3 çıxanda 11. Enə 2 versək olacaq 3 2 olsaq 6 üstəgəl M bərabərdir 14. M bərabərdir 8 olacaq. Enə 3 versək olacaq 9 üstəgəlinsin M bərabərdir 14. M bərabərdir 5'e. Enə 4 versək 3'ü 4'ə vursaq 12 üstəgəl M bərabərdir 14'ə. Oradan da çıxacaq ki M bərabərdir 2. Artıq enə 5 versək belə bir şey alınacaq. 15 üstəgəl M bərabərdir 14. Burada M nə çıxacaq uşaqlar? Mənfi 1. Yəni artıq biz enə 5 verə bilmirik. Enə 4'ə qədər qiymət verə bilirik. Ona görə bunun üstündən belə x qoyaq ki, bu olmaz. Bu 4'ündən bizədir ki, M-in hasilinin ən böyük qiymətini tapın. İndi biz M-inləri vuracağıq. Hansına böyük alsaq o cavabı götürərik. Baxaq birincidə 1'i 11'ə vursaq cavab olar 11. 2'ni 8'ə vursaq 16. 3'ü 5'ə vursaq 15. 4'ü 2'yə vursaq alarıq 8. Ən böyük hasil 16 olar. 89 da eynisidir. 90'a baxaq. İfadəsinin indi 90'da uşaqlar bayaqdan bizə kvadrat tənliyi verirdi və əmr şəklində deyir ki, ən böyük qiyməti tap. Bax, məsələn, 86'da 87 ən kiçik qiyməti tapın. İndi əmr eləmir. Ən böyük qiyməti almanı onsuz alır deyir. Sadə bir sual verir ki, bəs x-in yəni yerinə nə qoysa o həmin ən böyük qiymət alar. X-in hansı qiymətində? Burada açar söz kimi həmişəliklə saxlayın. Hansı sözünü sizdən soruşsalar, siz bu düsturdan istifadə edəsiniz. M bərabərdir mənfi B bölünsün 2A. Yəni mənfi B bölü 2'ni tapmaqla bunun da açar sözü nədir? X-in hansı qiymətində? Bizə demir əki qəbıqı tap. O qiymətin X-in hansı qiymətini qoyanda həmin qiymət aldığını soruşur. Yazaq indi M bərabərdir mənfi. Burada B-imiz neçədir? B-imiz burada çevirin 90'da 12'dir. A-mız isə mənfi 3'dür. Deməli yazırıq onda yazıram buradan B-imiz 12'dir. A-mız isə mənfi 3'dür. Gətirib yerinə qoyuram. 12 bölünsün 2 vur mənfi 3.
olur -12 böl -6, o da edir müsbət 2. Və x-in 2 qiymətində bu ən böyük qiymət alar. 91 də eyni bu düsturla işləyəcək. A və B ədədlərinin fərqi 11-dir. Hasili isə 23-dür. Bizdən A + B kvadratının düsturunu soruşur. A + B-nin kvadratı. Belə bir əlavə düstur var uşaqlar. A + B-nin kvadratı bərabərdir. Fərqinin kvadratı plus 4AB. Bu düsturda öyrənməyimiz məsləhətlidir. Yəni, məndən A + B-nin kvadratını soruşursa, yəni fərqi verib cəmin kvadratını soruşursa, bu şəkildə yerinə qoyuram. Minusun yerinə, yəni fərqin yerinə 11 qoyuruq. 4 vur, hasilin yerinə isə 23 qoyuruq. 11-in kvadratı 121 plus 92. O da eləyir 213. 213. Gəldi 93-ə. 93-ə nə istəyir bəs bizdən? Bir hədlinin qüvvəti əmsalından 2 dəfə böyükdür. Yəni, o deməkdir ki, birinci qüvvət tapaq. Qüvvətimiz nədir? 1 m(n). Bunların üçünü toplasaq, belə bir şeylər uşaqlar. M üstəgəl n üstəgəl 1. Həmin bu qüvvət, qüvvəti, yəni m üstəgəl n üstəgəl 1 əmsalından 2 dəfə böyükdür. Əmsalı da 4,5-dir axı, görürsünüz burada. Bundan 2 dəfə də böyükdürsə 2-yə vuracaqsınız. Eləyəcək 9. Onda buradan tapırıq ki, m üstəgəl n bərabərdir. 1-i sağa atsaq, 9 çıx 1 nə verəcək mənə? 8. İndi mənə verib ki, burada m kvadratı minus n kvadratı bərabərdir 32. Amma məndən m plus n-i soruşur. Siz nə etməlisiniz? Deməlisiniz ki, birinci fikir verməlisiniz ki, əlinizdə nələr var və nəyə tapırsınız? Əlinizdə nə var? Fikir verin uşaqlar. Əlinizdə, daha doğrusu məndən burada minusu soruşur. Üzr istəyirəm, minusu soruşur. Əlimizdə nələr var? Cəm var, 8-dir. Kvadratlar fərqi var, bir də fərq var. Bu üçünü birləşdirən düsturu xatırlamalısınız. Bu birləşdirən düstur hansıdır? M kvadratı minus n kvadratı bərabər idi. Bir dəfə bunların çıxması, bir dəfə bunların toplaması. M kvadratın yerinə 32 qoyacaqsınız. Toplamasının yerinə 8 qoyacaqsınız. Çıxması da elə m çıx n-dir də. Deməli, m çıx n-i tapmaq üçün nə edəcəksiniz? 32-ni 8-ə böləcəksiniz. Cavab olacaq 4. Cavabımız olacaq 4. Və 94. Axırıncı sualımız deyir ki, bizə cədvəl verilib. M1, M2 tapandan sonra onların qüvvətlərin hasilinin dərəcəsini tapmalıyıq. Gəlin birinci buna baxaq. Deyir, çoxhədlinin dərəcəsi 39-dur. Bu 39-u əldə etmək üçün biz nə etməliyik? Əvvəla M1-in qüvvətini bilmirik. Tutaq ki, M1-in qüvvətinə bir nə yazaq? M yazaq, tutaq ki. M yazaq. Biz tutaq nə yazaq? Çoxhədlinin ümumiyyətlə dərəcəsi deyəndə, burada yerimiz varsa, elə bunu burada özündə işləyək. Biraz geniş şəkildə. Çoxhədlinin dərəcəsi deyəndə biz ən çoxu götürürük, yəni 4-ü götürürük. Sonra mötərizə üstündə qüvvət varsa, qüvvətə vururuq. Yəni, belə deyək, 4-ü vururuq 8-ə. Arada da vurma olduğuna görə üstlər toplanılır. Bunun da üstünə həmin o m-i gəlməlidir. M üstəgəl 4-ü 8-ə vururuq, bərabər 39-a. Onda m də bərabər 39-dan 32 çıxanda alınır 7. Bu belə. Keçək ikincisine. Yəni, ikinci mötərizədə ən çoxlanımız 6-dır. 6-nı vuracam 7-yə. Burada m2-nin üstünə bir dənə n yazaq. Buranda da üstlər toplanılır axı. Onda yazacağım. Yəni, birinci yazaq. İkincini də burada yazaq. İkinci. N üstəgəl. Deməli, burada ən çoxumuz 6-dır. Üstlərlə vurulduğuna görə 7-yə vurulacaq. Bu cəmimizdə 46 eləməlidir. Onda 46-dan da 42 çıxanda bərabər eləyəcək 4. Bu deməkdir ki, M1-in üstündə qüvvət 7-dir. M2-nin üstündə qüvvət isə 4-dür.
Bizə də deyir ki, bu ifadəni tapmalısınız. Yəni M1-i 5-ə yüksəltməlisən. M1-in özü 7-dirsə, üstünə 5 yazırıq. M2-ni biz özünü 4 tapdıqsa, üstünə də 11 yazırıq. Olur M1 üstü 7-ni 5-ə vursaq 35. M2-ni də M2 üstü 44 yazsaq, vuranda üstlər yenə toplanıldığına görə 35 ilə 44-ü toplayarsınız. Deyirsiniz ki, 79 alınır. Bir də deyirik, ən böyük götürürük, 4-ü 8-ə vururuq. 32, dərəcə 39 ise 39-dan 32-ni çıxdıq, tapdıq ki, 7-dir. İkincidə də yenə dərəcə ən yüksək 6 idi. 6-nı 7-yə vurduq, 42. Amma burada 46-dırsa dərəcəmiz. 46-dan da 42-ni çıxırıq ki, N-i tapdıq 4. Və həmin M1, M2-nin dərəcələrini biləndən sonra onların özlərinin də tezdən 5 və 11 qədər yüksəldib. Vurduğuna görə də üstləri topladıq. Bu qədər, əziz və dəyərli şagirdlər. Ümid edirəm ki, nələrsə öyrənməkdə az da olsa qatqım oldu. Müğayət olun. Söz verin.